Şəmkir polisi xeyli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb. Polis narkotik əkib becərməkdə və onun satışında şübhəli bilinən 3 nəfəri saxlayıb. Şəmkir polisinə daxil olmuş əməliyyat məlumat əsasında Çınarlı qəsəbə sakini 54 yaşlı Dilgəm Əskərovun yaşadığı ünvana baxış keçirib. Yoxlama zamanı Əskərovun evindən və həyətyanı sahəsindən xeyli miqdarda qurudulmuş marixuana və aqrotexniki qaydada qulluq göstərilmiş çətənə kollar aşkarlanıb. 57 ədəd çətənək olmuş şitilləri aşkar edilib götürülmüş. Həmçinin evin yataq otağında, pəncərənin qarşısında 3 ədəd gül dibçəyində qulluq edilmiş vəziyyətdə çətənək kolları aşkar edilib götürülmüş. Həmçinin həyətyanı sahəsində olan ağaclardan gövdəsində gizlətdiyi və ağacdan asdığı qazanın içərisində gizlətdiyi bankaların içində içərisi qurudulmuş marixuana ilə doldurulmuş 87 ədəd kibrit qutuları aşkar edilib götürülmüşdür. Araşdırmalar zamanı məlum olub ki, Dilgəm Əskərov əkib becərdiyi narkotik vasitəni həm yerliləri 54 yaşlı Mübariz Meyitxanov və 30 yaşlı Elbrus İsmailov vasitəsilə satışa çıxarırmış. Sonuncu dəfə Mübariz Meyitxanov 2 kibrit qutusu marixuananı Elbrus İsmailova 60 manada satarkən iş başında yaxalanıb. Mübarizə 60 manat verib götürmüşəm, sakit adında olana vermişəm, üstündən bir papros çəkməyə nəşir verib, mənə sakitin özü verib. Dilqəmdən aldım, 40 manada, 2 qarabka, Elbrus'a verdim, qonşuma 60 manada. Dilgəm Əskərov müştərilərindən fərqli olaraq törətdiyi əməllərlə qismən razılaşıb. O çətənək yollarını əkib becərdiyini etiraf etsə də, satışdan xəbərsiz olduğunu deyib. Mən də buna dedim, bu mübarizə ki, məndə belə bir şey var. Bu da məndən xahiş elədi, mən də 2 gün verdim, o da tutuldu. Hər üç şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır. Natiq Hüseyn, Anar Məhərrəmoğlu, Şəmkir.